Deməli, birinci qaydan danışım, sonra 27-ci suala baxarıq. Sual cümlələri necə qurulur? Bizim sual cümlələrindən sonra bir dənə qalır preposition, əsas mövzulardan danışıram da, söz önləri. Onu danışacağıq, sonra bir-iki qısa qayda var. Məsələn, complex object də conjunction, o da əzbərçilikdə əzbərləyəcəksiniz. Gələn dərsdə inşallah preposition keçərik, o görək. Deməli, sual cümləsi necə qurulur? Birinci gəlir sual sözü, sonra köməkçi feil, sonra mübtəda, sonra xəbər. Elə ola bilər ki, heç bu sual sözünü verməsin, birinci başlasın cümlə köməkçi feillə. Köməkçi feil, mübtəda, xəbər. Yəni, sual sözünün gəlməyi önəm daşımır, o qədər də vacib deyil. Əsas odur ki, köməkçi feilin mübtədadan qabaq olsun. Və cümlədə mübtəda xəbərdən qabaq yazılmalıdır. Sənə verəcək cümlə, xəbər sonra mübtəda. Bu səhvdir. Xəbər mübtədadan qabağa keçmir. İngiliscədə cümlənin strukturu konkretdir. Birinci mübtəda gəlir, sonra xəbər, sonra tamamlıq və s. Başa düşdünüz bura kimi? İndi baxırıq. Sual sözü deyəndə nə nəzərdə tutulur? Sual sözlərindən bir-iki dənə misal yazaq. Məsələn, who, what, sonra nə deyək? When və ya how many, how much. Bunlar mənim sual sözlərimdir. Cümlənin qabağında gəlir. Gəldim köməkçi feillərə. Köməkçi feillər tanıyırsınız. 5-6 qaydanın hamısının içində bundan danışmış. Birinci, indiki sadə zamanı yazaq. Do, does. Keçmiş sadə zaman. Did. Sonra indiki davam edici zaman. Am, is, are. Keçmiş davam edici zaman. Was, were. Bitmiş zamanlar. Have, has. Keçmiş bitmiş. Had. Nə bilim, gələcək zaman. Will, shall. Keçmişə nədən gələcək? Would, should. Bunlar köməkçi feillərdir. Ola bilər ki, cümlə sual sözü ilə başlasın birinci. Sual sözü yoxdursa da köməkçi feillə başlasın. Məsələn, bunu da silək. Cümlə verir sənə. Yazır ki, with whom. With whom da sual sözüdür. With whom do you come? İfisidir, bu qədər bəs. With whom sual sözümdür. Do köməkçi feilimdir. You mübtədamdır. Come xəbərimdir. Və ya sənə konkret olaraq soruşar ki, do you come? Do köməkçi feilimdir. You mübtədamdır. Come xəbərimdir. Yəni sözümün canı birinci sual sözü ilə də başlaya bilər. Sonra köməkçi feil, mübtəda, xəbər. Və ya birinci köməkçi feillə başlayar promoy, sonra mübtəda, xəbər. Əsas odur ki, köməkçi feil qabaqda gəlsin. Mübtədadan qabaqda gəlsin. Başqa bir şeydən yox. Köməkçi feil ancaq mübtədadan qabaq gəlir. İndi sənə iki cür cümlə verəcək. Daca bura 4-ündə yazacağım. Hamısının üstündə danışaq. Testlərdə bu 4 formada cümləni görəcəksiniz. Birinci yazır. 1. Who did you meet with? İkinci yazır. Who broke my cup? Üçüncü yazır. Who you met with? Dördüncüde de yazsın. Ne yazsın? Who did break your car? İndi 4 cür cümləmiz var. Sizcə bunlardan hansılar düzdür? Heç kimdən səs çıxmır. Bir Sual dörd cümləsini köməkçi feilinə görə. Məhəmməd sən Bəli. Düzdür. qulaq asın. Tamamilə səhvdir.
Birinci who sual sözüm. Did köməkçi feilim. You mübtəda. Meet xəbərim. Birinci düzdür. Götürəcəm. İkincini saxlayıram. Üçüncüdə. Yadınızda saxlayın. Özünüz üçün bir qırağa yazırsınız. Ne edirsiniz özünüz bilərsiniz. Amma mütləq şəkildə yadınızda saxlayın. Sual cümlələrində sual sözü ilə mübtəda yanaşı yazılmaz. Yazılıbsa həmin cümlə səhvdir. Yəni bu səhvdir. Daha sonra özünüz üçün yenə yadınızda saxlayırsınız, yazırsınız, özünüz bilərsiniz. Amma ki, mütləq şəkildə yadınızda saxlamalısınız ki, sual cümlələrində do, does və did feillə yanaşı gəlməməlidir. Yəni, sənin əgər cümləndə gördün ki, do, does, did feillə, yəni xəbərlə yanaşı yazılıb, bu cümlə səhvdir. Çünki did köməkçi feildir, break xəbərdir. Köməkçi feillə xəbərin arasında mübtəda olmalıdır. Və bu cümlədə mübtəda yoxdur. Ona görə 4 də səhvdir. Gəldim ikinciyə. Deməli, uşaqlar, hərdən elə olacaq ki, sual sözü cümlədə mübtəda vəzifəsini daşıyacaq. Və mübtədadan sonra biz bilirik ki, xəbər gəlir. Ona görə də özündən sonra pronoun xəbər yazacağıq. Məsələn, deyirəm ki, kim sındırıb mənim çaşqamı? Sındırıb kim? Mübtəda nəyi mənim çaşqamı? My cup-da cümlənin tamamlığıdır. Gördün ki, qura bilmirsən, yerinə insan adı qoy. Məsələn, nədir yaxşı olsun? Deyək, Jalə. Jalə broke my cup. Sındırıb kim? Jalə. Nəyi? Mənim çaşqamı. Jalə cümlənin mübtədasıdır və onu who ilə əvəz eləmişəm. Who, what, how many, how much və ya digər sual sözləri özündən sonra gələn ismi də özünə qataraq cümlədə mübtəda vəzifəsini daşıya bilər. Və elə olan halda sən özündən sonra, yəni həmin o sual sözündən sonra ancaq xəbər yazacaqsan. Bunu da necə bilirsən? Cümlədə çox vaxt ikinci ismi vermir, amma versə də tərcümə edəcəksən. Biz bilirik ki, mübtəda ya kim, ya da nə sualına cavab verir. Yəni, sənin mübtəda ya kim, ya da nə sualına cavab verirsə, daha doğrusu sual sözün. Kim nə sualına cavab verirsə, deməli cümlədə mübtədadır və özünə sonra pronoun xəbər yazacaqsan. Nəticəmiz nə oldu? Sual sözündən sonra mübtəda pronoun yazılmaz. Amma sual sözündən sonra pronoun xəbər gəlir. Do, does, diddən sonra pronoun feil yazılmaz. Yazılıbsa səhvdir. İndi bir dənə cümlə deyirəm, onu çevirin ingiliscə. Deyirəm ki, nə qədər qonaq gəldi? Necə yazaram? Ya da deyim, nə qədər insan gəldi? How much people? How many? How How many people? Nə yazacağım? do come? No, came, promo. Gəldi nədir? Keçmiş zaman. Ha. Come came'ə çevriləcək. Biz yox. Tarixdə getdi. How many people came? Came. Gəldi. Kim gəldi? İnsan. How many people cümlənin mübtədasıdır. Özündən sonra pronoun xəbər yazacaqsan. Sən buraya yazsan did came. Konkret olaraq səhvdir. Did come da olsa səhvdir. Fərqi yoxdur. Çünki dedik ki, sual cümləsində do, does, didlə feil yanaşı yazılmaz. Yazıldı səhv. Baxın, nəyə görə? People cümlə mübtədasıdır və özündən sonra mübtədadan sonra yəni xəbər gəlməlidir. Sən bura köməkçi feili salsan, olacaq ki, mübtəda köməkçi feil xəbər. Halbuki biz sual cümləsini quranda dedik ki, birinci köməkçi feil gəlir, sonra mübtəda gəlir, sonra xəbər gəlir. Və mən dedim ki, do, does, diddən sonra feil gəlməz. Birbaşa da, yəni. Amma məsələn, willdən sonra gələr, shall'dən sonra gələr, would, shoulddan sonra gələr, have, has'dən sonra gələr. Bilirsiniz niyə? Çünki mən keçmiş zamanda yazmaq istəsəm, came yazsam kifayət edir. Sən came'i görəndə bilirsən ki, bu cümlə keçmiş zamandadır. Amma sən gələcək qurmaq istəyəndə, məsələn, come yazanda bu bəlli deyil, bu gələcəkdədir. Sən cümlənin gələcək zamanda olduğunu bildirmək, sonra will'i yazmaq məcburiyyətindəsən. How many people will come deyə bilərsən. Amma how many people did come deyə bilməzsən. Çünki did vacibiyyət daşımır keçmiş zamanın qurulmasında. Did lazım olmadığı müddətcə yazılmır. Bir də nə come-ı came'ə çevirirsən, baxan kimi bəllidir ki, bu keçmiş zamandadır.
Amma will yazmasan bəlli olmaz. Ona görə də deyirik ki, ancaq və ancaq do, does, diddən sonra feil birbaşa gəlməməlidir. Gəlsə səhv olacaq. Amma willdən sonra gəlir. Bunu yaddan çıxarmayın. Bizdə nə qaldı? Tək question qaldı bizdə, ayrıcı sual. Ayrıcı sualı elə testin üzərində göstərirəm, baxın. 27-ci sual. Üçüncü cümləyə baxırsınız. Tək question, yəni ayrıcı sual, elə deyilmi mənasına gəlir. Bunu uşaqlar, short answer, qısa cavablarını qarışdırmayın. Mən sizə evə short answer vermişdim də, so do I, nice do I. Orada bir problem yaşamamışsınız. Orada necə idi? İnkara inkar, təsdiqə təsdiqlə cavab verirdin. Burada isə əksinədir. İnkara təsdiq, təsdiqə inkarla qarşılıq verəcəksən və tələbə bunu qarışdırır. Deyir ki, elə bildim odur. O deyil. Short answer, qısa cavablarda cümlənin sonu nöqtədir. Sual cümləsində isə cümlənin sonu sualdır. İnkara təsdiq, təsdiqə inkarla qarşılıq vermək sual cümləsinə aiddir. Yəni cümlənin sonunda sual varsa, vergüldən sonranı tərsinə götürəcəksən. İnkardırsa təsdiq. Məsələn, bu cümlənin never var, yəni cümlə inkardadır, sən buna təsdiqdə yazmalısan. Elə deyilmi mənasına gəlir. Məsələn, deyirəm ki, hava bugün qəşəngdir, elə deyilmi? Və ya sən sabah dərsə gələcəksən, elə deyilmi? Filan kəs qəza törədib, elə deyilmi? Bax, bu formada tərcümə olunur və necə qurulur? Cümləni verir sənə nəqli formada. Yəni, sual cümləsi deyil, nəqli formadadır. Vergülə kimi, yəni nəqlidir. Cümlənin qalanını qurmaq üçün əvvəldə yazılan cümlənin zamanını tapırıq. Məsələn, bu cümlə bitmiş zamandadır. Have has köməkçi feilidir. Have-i götürüb yazacaqsan bura. İnkardırsa təsdiqdə, təsdiqdirsə inkarda yazacaqsan. Bu cümlə inkarda olduğu üçün buranı təsdiqdə saxlamışıq. Və daha sonra mübtədanı şəxs əvəzliyi ilə əvəz edib yazırsan bura. İndi bu cümlənin mübtədası zaten şəxs əvəzliyidir. Olduğu kimi köçürtdüm bura. Heç bir şey dəyişdirmirəm. Amma ola bilər ki, burada you-nun yerinə məsələn yazsın, nə bilim, Kate. Kate qadın cinsidir, bilirik ki, bunu şəxs əvəzi ilə əvəz eləsəm nə deyərəm? Kate qadın cinsidir. Uşaqlar, şəxs əvəzi ilə əvəz She. she deyəcəksən də she. John olsa, John da kişidir, olacaq he. Yəni götürüb sözümün canı nədir? Götürüb burada you-nun yerinə Kate yazmayacaqsınız. Has Kate deməyəcəksən. Has she deyəcəksən. Bura Kate'in özünü yazsan səhvdir. Has John deməyəcəksən. Has he deyəcəksən. Şəxs əvəzliyi ilə əvəz etməlisən. Bu da mənim tək question, ayrıcı sual. Modal feillərdə sualı inkar ilə düzəlir. Keçmişik modal feilləri. Özü ilə düzəlir. Bir dənə Özü ilə. Burada. Biri istisna olmaqla, have to istisna olmaqla, have to-nun sualı inkar dudazla düzəlir. Amma sənə versə, məsələn, modal feillərlə cümləni, desə sual yaradır, sən modal feili cümlənin qabağına keçirəcəksən. Məsələn, deyirəm ki, you can go. Bunu sual yaradanda nə edirsən? Can you go? Can modal feili özü sual yaratdığı üçün cümlənin qabağına keçir, yaradır sual. Day burada dudaz istifadə eləmirsən də. Eyni formada onun ayrıcı sualını, yəni tag question'ı, bax burada, tag question'ı elə modalın özü ilə düzəldirsən. Məsələn, burada can desə, elə burada da can deyəcəkdin. Could desə could deyəcəkdin. Daha doğrusu could desə couldn't. Can't desə can. Yəni əksi də. İndi onlardan testlərə baxacağıq, o ayrı məsələ. Birincidə how many available seats? How many özündən sonra gələn ismi də özü ilə birləşdirir və sual sözü olur. How many available seats cümlədə sual sözüdür. Do köməkçi feildir, you mübtədadır, have də xəbərdir. Deyin görün bu düzdür yoxsa yox? düzdür. Düzdür, bəli. Sizə zamanları keçəndə, modalları keçəndə, inkarları keçəndə və sual cümlələrini indi keçəndə deyirəm ki,
Daha evvel də demişəm. Do, does, diddən sonra feilin hansı forması gəlir? To'suz. Verb 1. To'suz, ing'siz, id'siz və s qəbul etməyən forma. Verb 1 şəxsə, kəmiyyətə, zamana görə dəyişməyən formadır. Yəni feilin sonuna s əlavə etməyəcəksən, feilə ing əlavə etməyəcəksən, sonra feilə id əlavə etməyəcəksən, feili ikinci formada yaza bilməzsən. Yəni ki, birinci cümləm düz. İkinci cümlə. With whom sual sözü. Does köməkçi feil, old woman mübtədə, live xəbər. Bu da düzdür. Bunu da götürəcəm. 3'ü zaten demiştim düzdür. 4'e baxırsınız. 4'də Düzdür. 3 düzdür. Hə, 3'ü bayaq danışdıq da. Deməli, uşaqlar 4'də səhv nədir? İnşallah kompleks object mürəkkəb tamamlığa keçəndə ki, birinci tur bunu keçmişik, danışmışıq. Qısa qaydada. Make validdən Bəli. Make validdən sonra toolsuz feil gəlməlidir. Tool'lu feil gəlməz. Ona görə 4 səhvdir. 4'ü çıxdı. 5'də də what kind of useful information has been given yazılmalıdır. Çünki kind təkdədir. Kinds olsaydı, cəmdə olsaydı bura have deyərdim. Amma kind təkdə olduğu üçün has olacaq. Mübtəda ilə xəbər uzlaşmadığına görə 5 səhvdir. Cavab olur 1, 2, 3. O da 7 deyəsən. Y bənd. İndi başqa sualınız varmı? Baxırıq. Demin topludan bunun suallarına baxaq. Sual cümlələri. Demin yeni topludaydı deyəsən, hə? Toplu 2019, hə. Yeni toplu. Səhvə 47'dən başlayır, uşaqlar. Tag question'dan başlayır, birinci. Tag question'ı yazırsınız, 44 dənədir bu səhv eləmirəmsə, ya 46 dənə. 44 dənə test. Daha sonra da gəlir sual cümlələri. Sonra da bunu yazacaqsınız. Evə, ev tapşırığı kimi elan qrupuna göndərmişəm, oradan baxarsınız. Məsələn, birinci, mənə dengöv necə olacaq? Görsənir inşallah. Works hansı zamandır? A variantı. A. Bəli, works indiki zamanda, do-dazla düzəldəcəksin. Hardan bildin indiki zamanda? Axında s var, feil olduğu kimi qalıb. Do-dazdır, amma əksi yazılacağı üçün olacaq doesn't, məsələn. Ya don't, ya doesn't, o da A bəndindədir. Cavab götürəcəm A. İkinci, B. B variantı. B. studies olacaq doesn't, bəli, bunu basalım. 20. B variantı. Are we, bəli, bir nəfərin səsini eşitdim. Yox, bir də başa düşmədiniz. Are-dırsa, are yazacağım. Never inkarlıq bildirir. Ona görə də ikinci tərəf təsdiqli olacaq. 22. D variantı. D, C. D. C, bəli, İnkar C. olma. İnkar olacaq. O 3 forması da eyni yazılan feillərdən istəyirəm. Hə, deyə burada 25. 25'e deyin görüm. E. Y. Y variantı. Cümlə hansı zamandadır? Geçmiş. Geçmiş saat. Keçmiş olduğunu necə bildik? S yok. O İndiki olsaydı S İyidə olardı. görə. Bəli. Biz bilirik ki, read feilinin 3 forması eyni yazılır. Yəni indiki zamanda da, keçmiş zamanda da read olaraq qalır. Onu necə seçirdi indiki zamanda yoxsa keçmiş zaman? Üçüncü şəxsin təkində indiki zamanda feilin sonunda s olur. S-im yoxdursa, deməli bu keçmiş zamandadır. Varsa indiki zamandır. İndi burada yoxdur, deməli keçmişdir. Didlə verəcəm. Təsdiq olduğu üçün də inkar olacaq. Didn't. Buna oxşar birində yazaq. Qoy modalla yazaq hələ bir. Bunu deyin modal formasını. A variantı. Bəli, kəndi olacaq kənd. Word olacaq were not. Hardadır? D'də. B'de. Dılda, bəli. Asandır. Çox asandır.
29. D. 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 Bir dənə də baxaq axırıncıdan. 44-ün özünü deyim, sonra sual cümlələrin özünə baxacağıq. B. B. Let keçmiş zamandadır. Hardan bildik? S'i yoxdur. 3 forması da eyni yazılan feil olduğu üçün S-ə baxırıq. S-im yoxdursa keçmiş zamandadır. Elə feil var ki, keçmiş versiyası bəllidir. Məsələn, go nəyə çevrilir keçmişdə? Went. Vent. Went-ə. Sən went-i görəndə bilirsən keçmiş zamanda, amma let çevrilmir. Let 3 formada da eynidir. S varsa indiki zaman, yoxdursa keçmiş zamanda. Baxırıq indi sual cümlələrin özünə. Bundan sonra gəl. Səsin qırılır, amma təxmini eşitdim. Sual vermək istəyirsən, de gəlsin. Eşitsən? Hə. Əgər cümlənin bir tərəfində can indiki zamandadırsa, can't götürürük, elə couldn't götürə bilmərik. Yox, qətiyyən zamanı dəyişdirə bilməzsən. Tamam. Kəndirsə kən olaraq saxlayacaqsan, kuda çevirmirsən. İndi birincini deyin görün mənə. 4 dənə cümlə verib deyir hansılar düzdür. Nə oldu? B bəndə 1, 3. Başqa fikir bildirmək istəyən varmı? 1-3'tü də. B. Etiraz və ya qaranlıq qalıbsa kiməsə, soruşmaq istəyirsə ki, niyə 1-3-dür? İndi desin. Bir düzdür. Nəyə görə? What mübtədədir, lasted xəbərdir. 2 saat davam edib. Nə? What. Məsələn, konferans 2 saat davam edib. What-u yenə konferans qoysam olacaq. Davam edib konferans. Konferans o cümlə mübtədası. Bir düzdür. 2-də. How long sual sözcüğümdür, lasted xəbərimdir, konferans mübtədamdır. Birinci xəbər gəl, sonra mübtəda. Bizdə 1-2 birinci mübtəda, sonra xəbər gəlməlidir. 2 səhv. How long did the conference last? How long sual sözü, did köməkçi feil, conference mübtəda, last xəbər. Bax, bu düzdür. 4-də də dedim ki, do, does, didlə xəbər yanaşı gəlməz. Gəlibsə səhvdir. What lasted olmalıdır burada. Didin yeri yoxdur ümumiyyətcə. What lasted 2 hours. Bax, birinci cümlənin elə bil ki, did artırılmış versiyasıdır. O da ki, səhvdir. Həmçin do, does, diddən sonra nə gəlir? Verb 1. Görürsünüz, burada da lasted verib də ideli forma. Ona görə səhvdir. 2-nin cavabını deyin. B variantı. Bəli, nəyə görə uşaqlar D deyil B-dir? Hold olar da. Nə görə? Az holds. Var çünkü hakkında. Bəli. Do, does, diddən sonra dedi ki, verb 1 gəlir. Yəni, S-siz forma. S olmaz feilin sonunda. Ona görə D bəndi səhvdir. 3. 3-ü də deyin yekunlaşdıraq. Demə, bütçə dəqiqə bura baxın. C variantı. D. C. 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 Etiraz eləmək istəyən yoxdur. Yox. Bəli, cavab C bəndidir. Does this forgot cost? Vəssalam. Sual cümlələri də bundan ibarətdir. Asandır. Negativ sentencedən qat-qat asandır ən azından. Sual cümləsi ümumiyyətcə indiyə kimi keçdiyimiz qaydaların elə bir yekunlaşmış formasıdır. Mübtəda xəbər uzlaşması var. Zaman var. Sonra canım sənə desin, modal feillər var. Bütün qaydaları elə bir mix edir də bunun içində. Passive voice ola bilər, qabağınıza çıxsın. Passive voice var. Sən də hamısını öyrənmirsən, burada tətbiq edəcəksən də elə bil ki. Gələn dərsə bu testlərin hamısını yazırsınız. Lüğət, Common Words Part 4-dən yarısını, yəni 150 dənəsini öyrənirsiniz, gəlirsiniz. Mənə ayrı bir sualınız yoxdursa, yekunlaşdıraq. Yoxdur. Yoktu müəllim, sağ ol. Sağ olun uşaqlar, gecəniz xeyrə qalsın. Sağ olun. Eyvallah. Sağ olun, xeyrə qarşı. Bay bay, hələlik.